ayaqlarda qan dövranı pozğunluğu ən çox damarlarla bağlı ola bilir. Böyrəklə də bağlı, ayaqlarımızda şişkinlik yarana bilər. Sonra revmatik xəstələrdə ayaqlarda şişkinlik yarana bilir. Yəni, hansı bir problemlə bağlı olursa, əlbəttə göstərdiyiniz bizim gözəl aparatımız ayaqlarda olan şişkinliyi, ağrını, hərəkət məhdudluğunu, qan dövranı pozğunluğunu, sinir keçiricinin pozulmasını, ayaqların altında olan yanmaları, göynəmələri, uyuşmaları. Hətta yanmalar da, hə? Bəli, yanmalar. Yatanda bir də görsən adamın bir tərəfi qolu quruyur. Məndə son vaxtlar olur belə. Bəli, qoyulda uyuşma olur. Yəni, bəzən o qolu yaxşı qoymadan da ola bilir. Bəzən boyun fəqərələrindən də bağlı olur. Boyun fəqərələrində osteokondroz olduqda, orada yırtıq, qabarma, protez olduqda bu problemlərlə daha tez üzləşirik. Əməliyyətsiz bunların müalicəsi nədir? Bəli, əməliyyətsiz bunların müalicəsi var. Məsələn, buradan onurğa ilə bağlı, indi irəliləyən dəqiqədə onurğa haqqında məlumatları verəcəm. Əgər onurğa ilə bağlı problem olan insanlar varsa, onlar bir kilo dava, dərman, iynə istifadə etməsinlər. Çünki onurğada iynənin əhəmiyyəti ancaq vurulan ağrı kəsici iynələrdən başqa heç nə deyildir. Müalicəvi heç bir əhəmiyyət daşıyan, çünki protuziyada, yırtıqda, qabarmada heç bir iynə yoxdur. Sadəcə olaraq burada müalicəvi əhəmiyyət daşıyan fizioterapevtik və reabilitasiya müalicələridir ki, onlar özünün çox gözəl effektini verirlər. Məsələn, özünüz diqqət edin, əgər onurğamızda yırtıq var, sürüşmə var, protuziya var, yaxud osteokondroz var. Osteokondrozu mən necə əridə bilərəm dərmanla? Düzdür, burada masaj gedir, toklar gedir, yəni o duzlar, osteokondroz, duzlaşma deməkdir, osteofit kompleksi yazır xəstələrdə, məsələn, orada balaca duz kristallarının fəqərə cisimlərindən sallanması. Bəli, onlarda çox gözəl fizioterapevtik müalicələr var ki, yəni biraz onlar profesional sürətdə aparılmalıdır. Xəstə bəzən deyir ki, mən başqa bir yerdə fizioterapevtik müalicə götürmüşəm, məsələn, soruşam hansını götürmüşəm, xəstə öz prosesinə uyğun götürməyib. Məsələn, orada 4 dənə fizioterapevtik müalicə götürməlisə, ikisini götürüb əhəmiyyətini yaxşı almayın. Ancaq biz bunları kompleks şəkildə aparırıq, əhəmiyyət alırıq və üstəlik fizioterapiya ilə yanaşı reabilitasiya da aparırıq. Məsələn, boyun fəqərələrinin verdiyi fəsadlar var. Baş ağrısı, təzyiq, nə bilim, yuxunun pozulması, yaddaşın pozulması. Bu artıq fəqərələrdə olan sıxılmanın verdiyi ağırlaşmadır. Ayağa qədər verir, hə? Bel fəqərələrində, məsələn, ayaqlarda uyuşmalar, keyləşmələr var. Sinir zədələnə baxıb, biz burada, məsələn, apardığımız fizioterapevtik müalicə nəticəsində siniri sıxılmadan çıxartdıqdan yanaşı, biz siniri bərpa etməliyik ki, sinir özünün keçiriciliğini normallaşdırsın ki, uyuşmalar, keyləşmələr tam aradan qalxsın.